süd vəzisində ağrı var şikayətinə sizə gələn pasientlərin çox qismində vəziyyət necə olur? Ürək açıcıdırmı, yoxsa xeyr? Son zamanlar ümumiyyətlə süd vəzisinin bədxassəli şişlərinin sayı çoxalıbdır. Xəstəliyin sayı get-gedə artmağa başlayır. Amma buna baxmayaraq, hər 10 xanımdan, yəni süd vəzisində törəmə olan 10 xəstədən 9-unda xərçəng təsdiqlənmir. Yalnızca birində. Bu yaxşı bir statistikadır. Bəli. Amma buna baxmayaraq yenə də xərçəng xəstəliyinin sayı çoxala gedir. Bəs yəni doktor kimi nədir səbəb bu xəstəliyin daha çoxalmasına statistikada? Əgər kitablarla cavab versəm, təbii ki, burada süd vəzisinin özünə asılı olan və özündən asılı olmayan amillər var. Daxili faktorlar var, xarici faktorlar var, yəni xarici mühit amilləri var. Çünki bilirik ki, bir neçə illər bundan öncəyə qədər bu xəstəlik bu qədər də geniş miqyaslı yayılmamışdı. Bəli, elə onu demək istəyirəm ki, zaten xəstəliyin sayı artır, sözsüz. Nəyə görə artır? Məsəl üçün, abortların sayı get-gedə çoxalmağa başlayır. Xanımlar hamiləlikdən qorunmaq üçün öz başlarına heç bir müayinəsiz hormonal dərmanlar içməkdə çoxaldıblar, yəni bunu sayını. Qidalanma faktorları çox böyük amildir ki, son zamanlar fast food tipli qidalanmaların sayı çoxalır. Yəni, daha çox çalışırlar ki, çöldə alınma məhsullardan istifadə etsin. Və kimdən soruşuram, deyir ki, doktor, mən aşırı duzlu yeyirəm, aşırı istiyotlu və s. Bədən çəkisinin artması özü ciddi bir problemdir, yəni çox böyük ciddi problemdir. Sonra menstrual sikldə olan problemlər, gecikmiş menopozlar, yəni 50 yaşından sonra menopoz və çox təəssüf ki, bizim xanımlar menopoza girməyi, yəni klimaksa girməyi özlərinə qəbul etmək istəmirlər. Fikirləşirlər ki, bu bir yaşlanmadır.